Salam əziz məni dinləyən izləyicilər. Hörmətli məni dinləyən izləyicilər. Mənim iki şeydən yazığım gəlir. Bir bu məzlum xalqla, yəni bizim bu ölkəmizin o məzlum cəmiyyəti, xalqı nə yazığım gəlir. Məmur tərəfindən əzilir, səsi çıxmır. Bir də o gecə gündüz yer şümləyən, ot biçən, ondan sonra pres bağlamaları, ot bağlamaları bağlayan yazıq, dilsiz, ağılsız traktor yazığım gəlir ki, şofer tərəfindən əzilir, yəni incidilir. Məlum, bu cəmiyyət, xalq, məmur tərəfindən dedim ki, necə dedim, əzilir, səsi çıxmır, bu ayrı məsələ. Bunu qoydu bilir. Əsas mövzumuz bizim, bax, bu gördüyünüz bu traktorlardan gedir. Arada söyləyirəm, deyirəm ki, qardaş, ay traktor istər. Yaxşı, bu Tarix Şurasıdır. Gecənin bir aləmində qalxdı kayfi, dedi ki, bütün produktların qiymətini qaldırın falan qiymətini qaldırın. Qardaş, bu produktla, bu traktorla nə əlaqəsi var ki, o Tarix Şurası orada yatanda diskinən kimi siz ondan qabaq diskinin qiymətləri bir ixtiyar qaldırırsınız. Nə məsələdir, nə xəbərdir, ay qardaşım? Bu millətin niyə yapışıbsız boğazından qopursunuz? Bəli, bizə deyirlər ki, 5 sot, 10 sot yerin varsa əs, becər, dolan, bir külfət ailəni dolandırır. Amma onu hesablaya bilmirlər ki, qardaş, Tarix Şurası oradan benzindən, benzin yox, benzin 2 il bundan qabağa qalxad bəlkə. Neysə bir dənə konfetin qiymətini qaldıran kimi, bu Belarus qardaşlar da qiymətin tez ondan qabağa qaldırır. Soruşursan ki, qardaş, o produktu qaldırır, benzini qaldırmır axı. Sürücü də deyir ki, vallahi yeməsən, mən traktoru sürə bilmirəm. İndi qardaşım, bunun həqiqətən baxıram bu traktor, yazıq o benava traktorlara. Nə rayon tərəfdən nəzarəti var, nə vergi tərəfdən nəzarəti var. Başına buraxılıb o çöllərə, şümlayır, başını salıb aşağı şümlayır. Amma kimsə deyə bilmir ki, ay qardaş, bu günü-gündən qiymətini niyə qaldırırsan, nə məsələdir, nə vergi müdaxilə edir, nə rayondan idarə eləyər. Bir dənə traktoristlərdən bir dənə bir qəşəng xoşum gəlir bir işindən, elə sezon başlayan kimi kətlərə axışırlar da öz kəndinin, öz hampasını, işlərini görmürlər, yaddan çıxır. Yəqin ki, o da nisiyə baxımdan, maddi baxımdan ötürü canlarını götürüb qaçırlar da ki, bəlkə kətlər imkanı olur, amma valla hamı bir quzusin, bir danasını satıb sezonu yola verirsən. Əziz məni dinləyən izləyicilər, əlbəttə ki, biz xalq həqiqətən də çox bədbəxt insanıq. Çox həddən artıq susuruq dinmirik. Hər gələn, hər yoldan keçən bizim təpəmizə qalxır. Nə qədər mal ki yığıbsan, danacaqsan. Nə qədər həqqə giribsən, hamını axtaracaqsan. Yıxılıb yalvaracaqsan, öpəcəksən onların əl ayağından. Tutacaqsan balağından, deyəcəksən ki, ilahi, bu günahı eləyən mən. Bunu insan eləməzdi, nə də heyvan eləməzdi.
Nəyi ki mən elədim millətə, şeytan eləməz. Almadın ibrət, o gedənlər nə yapardı? Bu həyat sanki qatardı, səni də mindirəcəklər. Eləyib sorğu sual dindirəcəklər, deyəcəklər cavabın ver. Bu qədər mal ki yığıbsan, hesabın ver, kitabın ver. Qalacaqsan o zaman lal, vuracaqlar o yekə boynuğa qandal, quracaqlar yekə tonqal. Yaradan var, at çoxu evdə Quran var və nişan var. Görəcəksən yağışı kimdi səpən yer üzünə, həm buludu pərdə kimi kimdi çəkən yer üzünə. Bəs bu qədər bitkiləri kimdi əkən yer üzünə? Sən hələ ətrafa bax, nə qədər növdə çiçək var. Hərəsində özünə məxsus olan rəng və bəzək var. O çiçəkdən özünə ruzu tap